1994-cü il təvəllüdlü Fidan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Şirvanı qətlə yetirib. Mingəçevir şəhər sakini Fidanın Şirvanla 3 azyaşlı övladı var. Fidan 2022-ci ildə sosial şəbəkədə Ruslanla tanış olub. Qadın özünü subay diş həkimi kimi təqdim edib. Ruslanın gözlənilməz telefon zəngi nəticəsində əri və digər yaxın qohumları tərəfindən xəyanəti üzə çıxıb. Fidan əri tərəfindən yaşadıkları Bərdə rayonundakı evlərində 2-3 saat fasilələrlə döyülüb, qaz tapancası ilə öldürüləcəyi ilə hədələnib. Gecə təxminən saat 3-4 radələrində qadın sərxoş vəziyyətdə olan ərini mətbəxdən götürdüyü bıçaqla vurub. Cinayəti övladının gözü qarşısında törədib. Kişi aldığı ağır xəsarətlərdən ölüb. İstintaq orqanı tərəfindən Fidanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla və ya təhlükəli üsul adam öldürmə maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə ibtidai istintaq zamanı Fidan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübut etdirilib. O, ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stansiyalarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Hökmün icrası Səhiyyə Nazirliyinin bir saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib. Bu hökmdən zərər çəkmiş Şirvanın hüquqi varisi kimi tanınan anası apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddə ilə yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Qərardan oğlu öldürülən qadın kassasiya şikayəti verib. Ali Məhkəmə bu günlərdə şikayətə baxıb və onu təmin etməyib.